Abşeronda polis əməkdaşları Kürdəmir rayon sakini 32 yaşlı Şahin Kərimovu özünü şübhəli apardığı üçün Saray qəsəbəsində saxlayaraq rayon polis idarəsinə gətiriblər. Saxlanılan şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Gördüm bir dənə polis əməkdaşları. Dəqiq bilmirəm, 3-4 nəfər idilər. 3 idi yoxsa gəldilər, yaxınlaşdılar, dedilər özü təqdim elə. Özü təqdim elə deyəndə məni götürdülər. Gördüm ki, üstümə axtarış eləmək istəyirlər. Özüm çıxartdım ki, bəs budur. Narkotik alüdəçisi olduğunu deyən Şahin marixuananı avtobus dayanacağından tapdığını bildirib. Sultəfiyə daş bazarına gəlirdim ki, orada iş tapım. Qaydanda təzədən piyada bir xeyli getdim o yüzden keçid tərəfə. Oradan eləyəndə, marşrut gözləyəndə gördüm yerdə bir dənə spişka karovkası. Ayağımla belə vurdum, gördüm nəsə karovka getdi, ağır kimi da. Dedim, yəqin dənə olar içində. Götürüb belə açanda gördüm, biraz başına işlənmiş, nəhəşə. 50 yaşlı Rafiq Xəlilov da Abşeron rayon ərazisində şübhəli şəxs qismində saxlanılıb. Ömrünün 10 ildən çoxunu həbsdə olan Rafiq 20 yaşından narkotik alüdəçisi olduğunu söyləyib. O üzərində aşkarlanıb.